Salam aleykum. Növbəti maşınımız Kia Cerato 2017 model 1.6 dizel mühərrik. Müştərimizin narahatçılığı. Maşında boğuntular var idi, problemlər yaranırdı, korobka gec dəyişirdi. Müştəri korobkadan, yəni sürətlər qutusundan narahatçılıq edirdi. Sadəcə biz aşkar etdik ki, sürətlər qutusunda problem yoxdur. Aşıqmanı verir manpas daçikinə və kollektoru tutulur. Kollektoru hal-hazırda biz yuduq, təmizlədik, tam ideal vəziyyətdə. Zaslonka, kollektor, zaslonkanın trubkalarda da hər şey hazırdır. Və növbəti maşınımız isə Hyundai Santa Fe'dir. Əksər hadisə bu avtomobildə də baş verildi və bunun da kollektor sistemi tam olaraq ideal vəziyyətdə söküldü, yolub təmizlənib, hal-hazırda üstünə bulaşdırılacaq və inşallah hər iki maşının nəticəsini sizinlə paylaşacağım. Kia Cerato kollektorda problem var idi, açıldı, təmizləndi, hal-hazırda avtomobil bulaşdırılıb və avtomobil işləyə vəziyyətədir, işləyə təhvil veriləcək. 2009 model Hyundai Santa Fe. Mühərrikdə boğulmalar vardı, korobkada gecikmələr var idi, müştəri korobka narahatçılığı ilə yaxınlaşmışdı dünyamıza. Amma biz diagnostika vasitəsilə müəyyən elədik ki, korobkada heç bir gelişmə, yəni sürətlər qutusunda problem yoxdur. Başqa aşıq verilmişdi, başqa yerdə problem. Həll elədik, kollektor tutulmuşdu, kollektordan əlavə sistemi var. Yəni, YG'li ləğv eləmişlər, yəni travma eləmişlər. Əlbəttə ki, mühərriklərdə YG'li ləğv eləyəndə bəzi fəsadlar gəlib çıxardı. Yəni də narahatçı olmayıb, korobka vururdu və demək olar ki, gec yerindən tərpənirdi. İnşallah biz YG'li yenisindən bərpa elədik, kollektor qaydalara uyğun olaraq yuyuldu və maşının üzərində quraşdırıldı. Müştəri ilə birazdan test sürüşü ediləcək, hal-hazırda son tamamlama işləri gördük. İnşallah müştəriyə təhvil edəcək. Belə işlər gördürmək istəyənlər Instagram və TikTok vasitəsilə və həmçinin biodakı edilmiş nömrə vasitəsilə bizdən əlaqə saxlaya bilərlər. Xidmət istəyik.